idi Zuhayr bin Qeyn. Zuhayr bin Qeyn ömrünün Kərbalaya kimi olan hissəsini tam fərqli istiqamətdə yaşayıb. Adam Əmir əl-Mömin əleyhissalama etiraz edənlərdən biridir. Osman İbni Əfvanın qanunu tələb edənlərdən biridir ki, Osman İbni Əfvan qətlə yetirilib, onun qatilini ələ tutub qətlə yetirməlisən. Yetirmirsən, onda mən səni qəbul eləmirəm. Bir ömür bu adam bu cür yaşayıb. İmam Hüseyin əleyhissalam yolda bunu ilə də rastlaşır. Öyrənir Zuhayrin xeyməsidir. Adam göndərir ki, get denən ki, Hüseyin İbni Əli səni istəyir. Bu cür nəql olunur. Deyir, bunlar oturmuşdular xeymədə, yemək yeyirdilər. Girdi həmin şəxs içəri, salam verəndən sonra dedi ki, ey Zuhayr, Peyğəmbər övladı səni çağırır. Hər kəsin deyir, əlindəki loxma düşdü yerə. Ərəblərdə bir məsəl var, deyir, sanki başlarına bir quş qonubdur. İnsanın başına bir quş qona istəyəsən ki, o da uçmaya, elə sakit dayanırsan ki, tərpənməsin. Bu cür deyir, lal qaldılar, sükuta qərq oldular. Zuhayrin xanımı dedi ki, Zuhayr, Peyğəmbər övladı səni çağırır, getməyəcəksən. Durdu, getdi. Gedəndə fərqli bir çöhrü ilə getdi. İstəksiz bir halda getdi. Amma getdi İmam Hüseyin əleyhissalamla nə danışdılar, nə söhbət etdilər. İmam Hüseyin əleyhissalam ona nə göstərdi, nə cür İmam Hüseyin əleyhissalam ona bir möcüzə baş verdi ki, gələndə fərqli bir insan gəldi. Məsumla cazibəsi bu cürdür ha. Ki, məsumdan bir lütf gələr insana ki, insan 180 dərəcə dəyişər, tamamilə dəyişər. Ona görə hədislərimizdə də var, Həzrət Məhdi Əccəlallahu Teala Fərəcəhü Şərif zuhur eləyəndə deyir, yanındakilərin başı məs çəkər başlarına, hamısının ağlı kamilləşər. İndi hədisin zahiri budur, batini budur ki, insanlar bəsirət sahibi olarlar. Onlara elə bir düşüncə, təfəkkür, elə bir yol verəcək ki, düşüncələrini elə ayıldacaq ki, onlar bəsirət sahibi olacaqlar artıq. Nəyin, nə vaxt, necə etmək lazım olduğunu biləcəklər. Zuhayr geri qayıdıb neynədi? Zuhayr qayıtdı, xanımına dedi ki, səni boşadım. Malım, mülküm də bu cür sənin olsun. Çıx get atanın qəbiləsinə. Sən hara gedirsən? Mən deyir Hüseyin ibn Əli ilə gedirəm, mən şəhid olmağa gedirəm. Bax, bunlar da fəth əldə eləyən